Hamınıza salamlar. Aliye'nin Kiçik kanalına hoş gelmişsiniz. Bugün sizlerle birlikte dinlediği ders okuyacağıq. Ders çalışma vlog çəkirəm və məncə bol motivasiyalı olacaqdır. Aliyə ilə söhbətlər də buna daxil olacaq. Aliyənin dərsləri də buna daxil olacaq. Hansı hazırlıqlara gedirəm, hazırlıq dərslərim haqqında, hansından hardayıq, cart curt. Firavun vardı, Firavun. Hazreti Musa'ya ne yapıyordu abi? Falan filan diyordu. Ne oldu abi akıbeti? Bunlar hamısı. Bir də ki, sizə bir şey deyəcəm. Əgər birinci qrupa gedənlərdən belə bu tip şeylər, məsələn, filan mövzunu necə öyrəndim falan, yəni necə öyrəndim dediyim, Konuş artık. sınaq üzərindəmi daha yaxşı öyrənilir, yoxsa dərslərdən, yəni ümumi bu fənlər haqqında, bu dərslər haqqında ümumi suallarınız olsa, bu videonun altına yaza bilərsiniz. Hamısını cavablayacağam gələn səfərki videomda. Ya axırında, ya da bilmirəm, gələn səfərki olmasa da növbəti dərs çalışma vloqda da ola bilər. Ona baxacağam da sizə deyərəm onu. Yəni belə və onu harda deyərəm? Instagramda deyərəm yəqin ki. Instagramdan da ona görə məni takip etməyi unutmayın. Bura hesabımı qoyuram. Aşağıya da linkini qoyacağam. Məni oradan da takip edə bilərsiniz. Evet, influencer danışıqlarımı etdiyimə görə artıq videoya keçə bilərik. Dərs oxumalıyam. Baxın, kompüter burada açıqdır. Yəni demək ki, dərs oxumalıyam. Adapterim burdadır. Naşnikim də o yandadır. Test toplum da oradadır. Deməli bunlar nəyi çağrışdırır? Aliyə dərs oxumaq üçün hazırlaşıb. Birazdan təbii ki, bütün günümüzü bu otaqda keçirtməyəcəyik. Birazdan gedəcəyik, bir şeylər yeyib içəcəyik. Onda getdik artıq dərs oxumağa. Uşaqlar, ha fırlatdım, bu yana elədim, o yana elədim. Axırda məcbur belə buradan qoydum. İndi siz bu dəqiqə telefonu da görmürsünüz. Çünki çiçək də var burada. Tamam, okey. İndi görürsünüz. Tamam. Heç nə də, yəni belə çəksəm dedim daha net açılı çəkərəm deyə düşündüm. Hətta belə qoyum. This is the end. Hə, deməli bugün nə edəcəyik? Onları sizə sadalayım. Bloka gedəcəyim üçün dedim ki, gedəndə yəni bloka gedəcəyim üçün dediyim, yəni sınağa gedirəm. İmtahana yox, sınaq məqsədi ilə dedim ki, 10-cu sinifin axırında bir dənə alım, görüm nə yazıram. Çünki bloka heç getməmişəm bu günə qədər, yəni. Ona görə sınamaq istədim. Ayın 17-si gedirəm OTK-ya. Neyse işte ona görə dedim ki, bütün mövzuları təkrarlayayım. Plan çıxartmışdım özümə. Ay neçəsi başlamışdım, neçəsi qurtarmışdım bilməm. Planım amma bura bir yerlərə istəsəm yerləşdirəm ya videonun davamında göstərərəm. Bir gün elə bir informatika günü yazmışdım. Bir gün fizika günü, bir gün riyaziyyat günü. Üçünü belə dalbada belə gedirdi. Hər dəfəyə də 2-3 mövzu salmışdım ki, təkrarlayım. Bu dəfəyə də informatika günü də aparat və proqram təminatı qaydasını oxuyacağam. Sonra da Astra AI deyə bir proqram var. Bilmirəm, şey eləmişsiniz heç. İstifadə eləmişsiniz, eləməmişsiniz. Burada da elə bir proqramdır ki, siz istəyəndə quiz falan da hazırlayır sizin üçün. Ondan sonra yəni mövzular deyirsən quiz hazırlayır ya da nə bilim işte tutanda deyirsən bir mövzunu mənə izah elə, onu başlayır izah eləyir. Sənə tez-tez testlər eləyə bilir. Mən bundan ən çox listening üçün istifadə edirdim ki, listening kanalları mənə önərirdi. Oradan gedirdim, girirdim, listening dinləyirdim, gəlirdim o listening haqqında sual verirdi falan. Belə işləri var, belə şeylərə yarayır. Yəni məncə istifadə eləyə bilərsiniz. Çünki məsələn də tutalım sabah imtahanınız var da. İmtahanınız dediyim sabahdan yəni basitdən başlayayım, KSG-niz var. Sən gedirsən, deyirsən ki, mən falan yaşım var, falan, hamısını səndən istəyir onsuz da. Nə məqsədlə girirsən falan, belə hamısını yazırsan, oraları doldurursan, sonra təzədən sənə deyir ki, tutalım da sən neçə faiz öyrənmək istəyirsən? 1-dən 100 arasında. Sən də deyirsən ki, təbii ki, kriterləri olan bir insan olduğun üçün deyirsən ki, 100%. O da başlayır sənə hamısının detaylarına kimi hamısını öyrətməyə başlayır. Elə bu qədər də övdüm sizə Astra AI-yı. Yəni girib baxa bilərsiniz. Məncə göz atmanıza dəyər. Amma bəzilərində 10-15 dəqiqə belə verdiyi olur. Yəni o biraz proqramın
yoğunluğundan mı deyim sizə, yəni işindən asılıdır. Neysə. Bu qədər. İndi mən onda nə edirəm? Aparat və proqram təminatını qayda kitabımdan buradan oxuyacağam. Amma düşünməyin ki, hamısını oxuyacağam. Müəlliməm sağ olsun işarə elətdirib. Ona görə tak baxıb keçəcəyik inşallah. Bu aparat təminatıdır deyəsən. Ay anam, yox, bu konten hissələrdir. Bu səfərki biraz çox uymuş uşaqlar. Yüngülcə çox uymuş. Ona görə mən nə edəcəyik? Biz qaydanı oxumaqdan başqa işimizə vaxt qalmayacaqdır. Bunu anlamış olduq buradan. Her şeyi çözmüşsün Emel Reis. Bravo. Biz de biz de deriniz. Sen de Öyle mi derin? biz de deriniz. Öyle şey yapma yani. Anacık git. 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 Pesimi bırak. Git peşimi bırak. Senin aşkın bana bir tuzak. Git bir kez olsun kendine yakışanı yap. Çayımı süzdüm belə. Göstərəmirəm, neysə boş verin. Çay var bunda. Və meyvə doğrayacağım. Artık gider misiniz? Sonra yerini tutup verirsen bak şey verirsen bundan güzel silirsen böyle. Sokun boynunuzu yerin altına. İnsan pintolar da bu kadar da olmaz ya. İnsan pintolar bu kadar da olmaz. İndi siz görmürsünüz yenə, amma mən burada doğramaya çalışacağam. Necə eləyək ki, siz görün. Nə edək? Nə edə bilərəm ki? Bunu qoyun, bunun üstündə doğrayım, siz də görün. Heh. Mükemmel düzeneyimi yaptım şu an. Mükemmel. Çivimiz buradadır. Özüme çay süzdüm. Bir de yanın. Özüme böyle boş kapta seçtim. Bu boş kaba indi şirnet koyacağım. Belə nənəmin ruletlerinden koydum. İndi bunun yanında meyve doğrayacağıq. Çünkü ders oxuyanda bir şeyler yemek istəyirəm mən şəxsən. Bilmirəm niyə, amma yəni riyaziyyatdan indi birinci hissənin bölmələrini komple verir müəllimə. Yəni ona görə bayağı bir test olur da, yəni. Ona görə eləyərkən çox sıxılıram. Mən də ya kinoya baxa-baxa eləyirəm, ya bir şeylər gətirirəm. Belə yəni. Soyacağımız yok mudur? Haradadır soyacaq? Hə, buradaymış. Çoram. Siz görəsən necə özünüzü motivasiya edirsiniz? Mən şəxsən görürəmsə ki, mənim yuxum gəlir. Mən yuxum gəldiyi nöqtədə heç vaxt dərs oxuya bilmirəm. Oxuduğum dərs olmur. Mən onu cavablardan köçürmüşəm deməkdir. Ona görə də oxumamağı tərcih edirəm. Yəni boş qoyum, amma hörmətli bir boş olsun da. Yəni hörmətsiz yaz. Bir də gərəksiz çox sual verən müəllimlərə qıcıq oluram. Çünki
Yəni onsuz da ki bunu heç kim yazmayacaq. Köçürdəcəklər. Sən kimi xeyrin elədin? Ne yapmak istiyorsun? Çok beğendim Serşet. Yani. Tamam reis, bu kadar abartmaya gerek yok. Yani anladık, sen tehlikesin, tehlikenin içinden geldin. En tehlikelisi de sensin. Tamam. Az da vermeyin ama çoxu da her dəfə çok vermeyin de yani. Dozajı var. Dozası var. Görürsünüz, elimden de her iş gəlir. Kivi doğrayanda girdiyim vəziyyətdir. Deməli, kivilərimizi düzək. İndi siz görmürsünüz. Mən görəyim ama. Neyse, çok düzenli olmasına gerek yoktu değil mi arkadaşlar? Tamam. Bir tane de çiğlerin şöyle kafasını keselim. Bundan sonra çiğlerin ruletimizin üstüne koyalım. Beşek görsensin burayı. Yani yok, öyle bura koyalım. Oldu. Ama ben temizçi bir kız olduğum için bunları yuvacağım tabii ki. Anamla neden beni çırpasın diye eləyirəm. Yoksa vezimde de değil yani. Möhtəşəm tabaklarımı hazırladım. Bir tane de tencere koyaq. Okey. Her şeyimiz hazır. Uşaqlar, indi mən otururam, tam cəbri ifadələri yazmağa başlayıram. Bütün bölməni yazıb qurtarmalıyam. 5 bölmədə 88 sualdır ümumi. Və bilməm, bir şeyler qoşacağım. Çayım və meyvəm və şirniyyatım da burada olduğuna görə məncə bana ölüm yok. Onun için onu da dik etdim. Uşaqlar, artıq mən bitirdim tam cəbri ifadələri. Bugünkü təkrarımı da eləmişdim. Bir yandan da yargı izləyirdim bu arada. Təzə başladım və bəyəndim, yəni xoşum gəldi. Mən belə polisiyə filmlərini, polisiyə deyil də daha belə savcı, avukat şeylərini mən də xoşum gəlir, yəni belə. Cinayət işi falan olanda bilməm niyə, çox maraqlı gəlir. Nəysə işte, amma daha yatıram çünki yuxum çox gəlir. Sabah məktəbə gedib gedə bilməyəcəyimi də bilmirəm. Da yatıram yəni. Bölümün axırına da yerimdə baxacağam. İndi gedək bir dənə üzümüzü yuyaq. Çünki biraz üzümə səhər hazırlığa gedəndə bir şeylər sürtmüşdüm. Onu yuyaq, sonra da mən pijamamı falan geyinim. Yatıram artıq. Mənim gec yatma kimi bir huyum yoxdur. Bir dənə kinoya baxdığım günlər, yəni Taşçaq bir deniz olan gün gec yatıram. Yoxsa yəni heç yox. Bilməm, xoşum gəlmir yəni. Yuxumu almalıyam. Çılgınsın man. Yine həmin yerimizdəyik. İndi vazgeçilməz üzüm aşamatımı
Cəmaat məsələr suyun azaltma makyajını silərkən mənim masumluq. Neyse bunlar da qarşıdan da belə eləyəsim gəlir. Çok gelebiliyorsun yani. Neyse. Dayı qutardı dərslərim. Əslində tezdən qalsam mən bugün hərə mətni də yazacaqdım. Prosa ki, çatdırmadım. Riyaziyyat mənə biraz çətin gəldi. Zaten tam cəlbi ifadələr mənə ümumən biraz çətin gəlir. Bilirdim de böyle olacaq. Bilirdim böyle olacaq. Bilirdim böyle olacağını. Şimdi bir də dişimizi fırçalayaq. Məni izləyirsinizsə uşaqlar, aycığım və mən sizə sağ olun deyirik. Bu dəqiqə çox qaranlıq çəkir çünki otağımda sadəcə orada bir damcı işıq yanır. Hamısını söndürmüşəm. Neyse videonun axırı onsuz da. Əgər videomu bəyəndiysəniz kanalıma abunə olub like atmağı unutmayın. Instagramdan takip eləməyi də unutmayın. Sağ olun, salamat qalın.